Maor, inanılmaz. Bu koklara bax. Görsən nə qədər kok çıxarır? O nə sansdır, nə də sehirdir və heç bir qəribə şey istifadə etməmişəm. Çox usul sinamısam və bu hamısından ustundur. Bugün Ekoplantur USA-da sənə addım-addım dəqiq nə zerdəcəyini göstərəcəm. Həm rozmarin, həm də pul bitkisi ilə. Sadəcə su, bir susa banka və yəqin ki evində artıq olan kiçik bir sir istifadə edərək. Axıra qədər bax, çünki sənə dəqiq miqdarları, kokların daha tez boyması üçün bəzi fəndləri və əsas ingredientin yoxdursa, alternativləri deyəcəyəm. Bu heç bir qabaqcıl elm deyil və qəribə bir şey almağa ehtiyac yoxdur. Bunu evdə istənilən adam edə bilər. Kanalda bir çox insan məndən soruşur ki, stilləri çoxaltmağın ən yaxşı yolu hansıdır? Və bilirsiniz ki, həmişə istəyən usulları sizə göstərmək üçün yeni metodlar sınayıram. Bu sistemin böyük bir ustunluğu var. Köklərin boyuməsini ilk andan izləyə biləcəksən. Bu da sənə inam verir və nəsə düzgün getməsə, tez müdaxilə etməyə imkan yaradır. Həm rozmarin, həm də pul bitkisi ucun isləyir və acığı köklərin başlanğıcdan necə boyuduğunu görmək çox xoş bir hissdir. Bundan əlavə, bu usulu digər ətirli bitkilər və hətta kiçik tərəvəzlər üçün də istifadə edə bilərsiniz. Əsas odur ki, qovdanın suya batırılan hissəsi təmiz və yarpaqlardan azad olsun. Bu usul əlavə olaraq sənə pulunu qənaət etməyə kömək edir. Bahalı torpaqlara və ya mürəkkəb kimyəvi maddələrə ehtiyac yoxdur. Sadəcə su, bir banka və biraz qayğı yetərlidir. Və ən gözəli, hər gün köklərin necə əmələ gəldiyini görə biləcəksən və bu, insana böyük motivasiya verir. İndi isə stillərə keçirik. Rozmarin uzun, təxminən 6-8 duyum uzunluğunda gövdələr kəs. Daha uzun olmasına ehtiyac yoxdur. Pul bitkisində isə 6 ilə 10 düym arasında olması idealdır. Kəsiyi diaqonal şəkildə et, beləliklə təmas səthi artır və koklərin daha tez boymasını asanlaşdırırsan. İndi isə çox vacib bir məqam gəlir. Çıxardığımız yarpaqlar suya batıracağımız gövdə hissəsinə uyğun olmalıdır. Əgər qovdanın təxminən 2 duymu suyun içində olacaqsa, həmin 2 duymuluq hissədəki yarpaqları təmizləyirik. Əgər daha dərin batırılacaqsa, daha çox yarpaq təmizləyirik. Həmişə su ilə təmasda olacaq hissəni tamamilə təmiz saxlayırıq. Beləliklə, yarpaqların curumasının qarşısını alırıq və stilin bütün enerjisini yeni koklar yaratmağa yönəldirik. Bir məsləhət. Kəsiklərin təmiz və qovdanı əzmədən olmasına diqqət et. Çünki zədələnərsə, koklər daha gec çıxacaq və stil stres keçirə bilər. Bundan əlavə, qovdaya diqqətlə bax. Sağlam bir gövdə həmsə morkən və yası görünür. Bu da göstərir ki, suya və sonradan verəcəyimiz oksigenə yaxşı reaksiya verəcək. Evində olan istənilən susə, banka, stəkan və ya qabdan istifadə edə bilərsən. Xüsusi və ya dar olmasına ehtiyac yoxdur. Əsas vacib olan odur ki, banka sakit bir yerdə, hava axını olmayan bir yerdə olsun. Çünki əgər stillər suda daim tərpənsə, yeni koklar qırıla bilər. Stilləri heç nəyə bərkitməyə ehtiyac yoxdur. Sadəcə bankanın içində dayandırmaq kifayətdir. Sakit və sabit su köklərin başlanğıcdan güclü və sağlam inkişaf etməsi üçün əsas şərtdir. İstəsən, şəffaf bir banka istifadə edə bilərsən, beləliklə koklərin hər gün necə boyuduğunu görə bilərsən, bu həm motivasiya edici olur, həm də nəsə pis gedərsə, qabaqcadan xəbərdar olmağa imkan verir. Bankanı yarıdan biraz çox su ilə doldururuq, bu təmizlədiyimiz qovda hissəsini tamamilə örtmək üçün kifayətdir. Amma yaşıl yarpaqlara toxunmamalıdır. Ən yaxşısı filtrlənmiş və ya bir müddət saxlanılmış sudan istifadə etməkdir. Çünki kran suyundakı xlor köklərin boymasını ləngidə bilər. Buna diqqət et. Su səviyyəsi həm isə təmizlənmiş qovda hissəsini örtmalıdır. Əgər yarpaqlar suyun altında qalarsa, curuyur və bu da stilə təsir edə bilər. Əgər banka kiçikdirsə, stillərin ölçüsünü uyğunlaşdır ki, suyun altında qalan hissədə yarpaq olmasın və hər şey qorunmuş olsun. İndi stilləri diqqətlə suya yerləşdiririk, onları yavaşca dayaq verərək. Onları tutmağa ehtiyac yoxdur, sadəcə sakit və sabit vəziyyətdə buraxmaq kifayətdir. Nə qədər sakit dursalar, koklar bir o qədər yaxşı əmələ gələcək. Bir fənd, stillərə hər gün baxa bilərsən və gövdənin dibində ağappaq jelə bənzər bir şeyin əmələ gəldiyini görəcəksən, bu da köklərin boyumaya başlamasıdır. Bu sənə əminlik verir ki, metod istəyir və bitkilər yaxşıdır. Unutma, səbirlilik və sabitlik əsas açardır. Tələsməyə ehtiyac yoxdur və davamlılıq fərq yaradır. Və indi metodun sirrinə gəlirik. Hidrogen peroksid, yəni tibbi spirt, yaraları dezinfeksiya etmək üçün istifadə etdiyimiz eyni maye. Bunu vurğulamaq vacibdir.
ən az acı konsentrasiyalı olanı istifadə edirik. Yəni istənilən aptekdə, təsərrüfat mağazasında və ya supermarketdə ala biləcəyin növ. Heç bir xüsusi və ya çətin bir şey deyil. Sadəcə hamımızın evdə olan adi hidrogen peroksiddir. Bu hidrogen peroksid göbələk və bakteriyaların qarşısını alır və köklərin böyüməsini inanılmaz dərəcədə stimullaşdırır. Düzgün nisbət hər stəkan suya 1 çay qaşığıdır. Əgər qabında 2 stəkan su varsa, 2 çay qaşığı əlavə edirik və yavaşca qarışdırırıq. Başqa heç nə. Əgər çox əlavə etsən, stillərə zərər verə bilərsən. Bununla su təmiz qalır və stil kok atarkən həm oksigen, həm də qoruma alır. Bəs evdə hidrogen peroksid yoxdursa nə edək? Əgər hidrogen peroksidin yoxdursa, heç bir problem yoxdur. Bir neçə alternativ var. Birinci seçim, ucunda difuzoru olan akvarium oksigenatorundan istifadə etməkdir. Difuzoru suyun içinə qoyursan və davamlı baloncuqlar yaradırsan ki, bu da suyu oksigenləşdirir, stili sağlam saxlayır və göbələk bakteriyaların qarşısını alır. Bu çox sadədir və üstəlik suyu tez-tez dəyişmədən daha uzun müddət təmiz saxlayır. Əgər nə hidrogen peroksidin, nə də oksigenatorun yoxdursa, bunu əl ilə də edə bilərsən. Bu biraz daha diqqət tələb edir. Hər gün stili ehtiyatla çıxarıb, suyu yavaşca qarışdırmaq, səthi qırmaq, oksigen yaratmaq və sonra stili yenidən qaba qoymaq lazımdır. Bunu hər gün koklar çıxana qədər etmək lazımdır. Köklər böyümeye başlayanda isə suya toxunma və stilləri tərpətmə, çünki köklər çox həssasdır və asanlıqla qırıla bilər. Bu üsullarla, istər oksigen nasosu ilə, istərsə də əl ilə, stilin kifayət qədər oksigen almasını və sağlam inkişaf etməsini təmin edirik, hətta əlimizdə oksigenli su olmasa belə. Bir çox yetişdiricinin bildiyi maraqlı bir detal odur ki, ayın fazası köklərin necə inkişaf etməsinə təsir edə bilər. Ənənəyə görə ayın kiçilmə fazası köklənmə üçün ən əlverişli mərhələdir. Çünki hesab olunur ki, bitkinin enerjisi daha çox köklərdə toplanır. Bu, vacib və ya elmi cəhətdən sübut olunmuş bir şey deyil, amma uzun müddətdir tətbiq olunan və yetişdiricilər arasında böyük nüfuza sahib olan xalq inanclarıdır. Əgər bu fürsətdən istifadə edə bilsəniz, stilləriniz başlanğıcdan daha güclü və sağlam köklər inkişaf etdirə bilər. Bu kimi kiçik detallar, yaxşı bir kəsik və təmiz su ilə birlikdə bütün prosesi daha təhlükəsiz və effektiv edir. Deməli, artıq bilirsiniz, asan, təmiz və effektiv bir üsuldur. Bankaları təbii isıq olan, amma birbaşa günəş suası düşməyən bir yerə qoyun. Suyu təmiz saxlayın və stilləri hər gün nəzarətdə saxlayın. Bir neçə həftəyə güclü koklar görəcəksiniz. Onlar köçürülməyə hazır olacaq və rozmarinlə pul bitkiləriniz sağlam şəkildə boyayacaq. Əgər bəyəndisə, bir like qoyun, paylaşın və həqiqətən istəyən daha çox bağcılıq məsləhətləri üçün abunə olun. Gələn videoda görüşərik.